kifayətlənməmək lazımdır. İki şəhidimizin ailəsinə təşəkkür eləmək istəyirəm. Biz orada iki şeyin daha dərindən idrakını yaşadıq. Onların böyüklüyünü hiss edirik bizim yanımızda. Elə bir gözəl hallarla rastlaşırıq ki, Uşaqlarla birlikdə bir şeyləri həyata keçirtmək özü bir terapiyadır. mən belə bir iş görmək istəyirəm. Bir şəhid ailəsinə getmək istəyirəm, bir qazi ailəsinə getmək istəyirəm deyəndə hətta hamısı deyir biz də gedək. Ümumiyyətlə ən gözəl nəticə verən işlərə baxanda görürük ki, orada kollektivçilik var. Yəni cəmiyyət işi var. Amma nə oldusa bilmirəm araya sosial media mı girdi? İnkişaf mərkəzləri, bağçalar ərsəyə gətirən xanımlar, bəylər vardı ki, çox istəyirəm ki, biz əlaqəli olaq. Qarşılaşdığımız o reallıqda o dəstəyi görə bilmirik. Bir-birimizə o dəstəyi görə bilmirik. Amma biz sosial varlıq olduğumuz üçün, bir cəmiyyətdə yaşadığımız üçün düşünürəm ki, bunu aşmalıyıq. Çünki bugün sizin yaxşı işinizin bir ucu mənə toxunur, mənim yaxşı işimin ucu bir digər xanıma toxunur. Bir neçə insan mənə dedi ki, bu tədbiri təxirə salaq. Mən onlarla danışıqlarımda onlara verdiyim vədləri o qədər ürəklə verib və o qədər o vədin arxasında çalışıram ki, onlar o vədi hiss eləyirlər. Həm bir Azərbaycan xanımı olma adına sevindim ki, bəzən efirlərdə Azərbaycanlığa xas olmayan xanımlar, qadınlar göstərilir. Bir çoxunun ümidi qırılır. Salam əziz